Demək, hörmətli Bravo Marketin rəhbərliyi. Sizdən almışıq onlu böyük stəkan 3 manat 69 qəpiyə. Baxın, tarix də buradadır. Hardan alınıb, nə alınıb, yəni bilinir. Abşeron rayonu, Xırdalan şəhərindən. Demək, satdığınız stəkanlar məlum məsələdir. Baxın. Bu sizin 3 manat 69 qəpiyə satdığınız stəkandır. Altından buraxır. Görürsünüz? Salfetkalara baxın. Bura baxın. Defekt mal satırsınız. Düz deyil, məsələ stakanda deyil əlbəttə ki. Sadəcə olaraq satdığınız mallara diqqət edin. Yəni, millət buna pul verir. Bu nədir? Bu nə biabırçılıqdır, qardaş. Stakanları kəsilmiş içsə ki, bəlkə axıtmaya. Buna bax. 2 dənə. 1, 2, 3 dənə stakan kəsilmiş altı yenə daxildir. Deyəsiz defekt gəlib və yaxud neysə gəlib. Bu mənim üçün müştərilərin problemidir ki, defekt gəlsin ora. Yəni günü gündən bərbad halda xidmət göstərirsin. Yəni xəbəriniz olsun.